Sevgi dediğiniz şey her yaşta sevə bilərsən və hər yaşda da vurula bilərsən. Musa Yaqubun bir şeiri var idi, deyirdi ki, bu nə gözəllikdir, küçədən keçir. Elə bil işıqdır, gecədən keçir, onu kim yaradıb, harada yaradıb, harada sığallanıb, harada daranıb, gözəl bircə dəfə bax mən tərəfə. Demə, baxışlarım ötürdü səni, gözümün aynası götürdü səni. Qalacaq aynamda bu göz, bu baxış, nə yaxşı bu təzə gözəlliyə də baxmağa gözümün qisməti varmış. İnsan o yaşda da gözünün qisməti ilə sevir, vurulur. İnsan vurular, vurulur insan. Bir də görürsünüz ki, bizə elə gəlir ki, iki nəfər bir-birini dəhşətli dərəcədə sevir. 6 aydan sonra boşanırlar və yaxud da ayrılırlar. Bunlar bu cür sevirdi. Əslində onlar sevməmişdi, onlar vurulmuşdu. Vurulmaqdan sonra sevgi mərhələsi başlayır. Onlar vurğunluğu sevgiyə çevirə bilmədilər. Sevgidən sonra isə daha böyük doğmalıq gəlir. Sevgini doğmalığa çevirməyəndə də bir neçə ildən sonra hər şey bitir. Sevgidən sonra doğmalığa çevirə bilirsənsə, heç vaxt ayrıla bilmirsən. Dünyasını dəyişsən belə, sən və ya qarşındakı belə, o sənin üçün həmişə doğma olur, həmişə xiffətini çəkirsən, həsrətini çəkirsən. Çünki o sənin bir parçan da doğman.